Mən yenə 5 manat fitrə zəkatı vermək istəyirəm. Mənə deyirlər ki, adam başına 15 manat verməlisən. Bu doğrudurmu? Xeyr, bu yəni bütün təbəqə üçün yəni doğru ola bilməz. Çünki hökmdə ki, o fitrənin məbləği ayrılıb, yəni 3 kiloqram buğda civarında arpa, kişmiş və yaxud yəni bunun kimi ərzaq məhsulları və yaxud da kim istəsə bunları almasa, yəni bunun pulunu da ehtiyacı olanlara verə bilər. Bəzən yəni bu barədə biz danışanda insanlar müxtəlif fikirlərlə yanaşır. Biri yazıb ki, mollaların cibinə gedir. Sənə kim deyib ki, sən gətir mollanın cibinə fitrə sal. Birinci, heç kimin ixtiyarı yoxdur fitrəni götürsün. İkinci də mollanın cibinə yox, apar, yəni yaxınında, qohumunda fəqir olan, ehtiyacı olan varsa onlara çatdır. Sadəcə yəni bu dar düşüncələri, dar təfəkkürləri inşallah ki bir kənara qoyun. Ən azından bir balaca, yəni öz beyninizi işlədin ki, görün nə deyirsiniz. İkinci bu 15 manat məsələsi, yəni bu imkanlar üçün, yəni bu şəkildə versələr yaxşıdır, amma insan var ki, həqiqətən bunu verməyə imkanı yoxdur və yoxdursa bunu necə verə bilər? Və qaldı ki, fitrə məsələsinə o qədər yəni pulları xərcləyirik, lazımsız yerlərə heç of da demirik, nə bilim. İndi istəmirəm də, yəni adil sayım nəyə pul xərclənilir, amma gəlib fitrəyə çatanda çətinlik yaranır. Yəni həqiqətən imkan yoxdursa, olmayan şeyi heç kim çıxarda bilməz. Yox, əgər imkan varsa, yəni bu verdikləriniz sizindir də. Çünki hətta bayram, Qurban bayram gəlmişdi, Peyğəmbər sallallahu heyvan kəsmişdi, ətin hamısını payladı. Bir nəfər, yəni zovcələrindən ona sual verdi ki, heyvan boğaz ətindən qalmışdı, dedi, bizə qalan buydu, dedi, yox, bizə qalan o verdiklərimizdir, nəyə ki vermişik, o bizimdir, amma bunun yeri qutaracaq. Yox, əgər kimin imkanı varsa, artığını verirsə, bu onun üçün daha faydalıdır. Amma heç bir imkanı olmayan, yəni olmayan şeydən necə çıxardıb fitrə versin. Yəni bunlara mütləq şəkildə diqqət eləmək lazımdır.